Time Test Bankı 2026-cı il nəşri Qədim Şərq mövzu 5 testlərinin izahına baxırıq. Xəritədə göstərilən ərazi ilə bağlı doğru variantı müəyyən edin. Xəritədə göstərilmiş ərazi Hindistan ərazisidir. Eradan əvvəl 3-cü əsrdə meydana gəlmişdi ilk şəhərlər. A variantı yanlışdır, çünki 3-cü əsrdə deyil, eradan əvvəl 3-cü minillikdə idi. Eradan əvvəl 3-cü minilliyin ikinci yarısında Aşoka tərəfindən vahid dövlətdə birləşdirilmişdi. Yanlışdır, minillik yox, əsrdədir. Eradan əvvəl 5-ci əsrdə Buddizm dini meydana gəlmişdi. Bu da eradan əvvəl 6-cı əsr olmalıdır. Bu da yanlışdır. Eradan əvvəl 4-cü əsrin birinci yarısında Makedoniya imperiyasının yürüşünə məruz qalmışdı. Birinci yarı yox, ikinci yarısındadır. Eradan əvvəl 2-ci əsrin birinci yarısında vahid dövlət parçalanmışdı. Bu doğrudur. Eradan əvvəl 180-ci ildə Maurya sülaləsi başa çatır hakimiyyəti və Hindistan dövlətlərə, xırda dövlətlərə parçalanır. Və Misirdə vahid dövlətin yaranması ilə, yəni eradan əvvəl 4-cü minilliyin sonu. Hindistanda vahid dövlətin yaranması, yəni eradan əvvəl 3-cü əsrin ikinci yarısı aralığında baş verməyən hadisəni müəyyən edin, verməyən hadisə. Çində vuruşan padşahlıqlar dövrünün başlanması eradan əvvəl 4-cü əsrdir. Bunu götürmürük, düşür aralığa. Hindistanda ilk dövlətlərin yaranması eradan əvvəl 1-ci minillikdir. Bunu da götürmürük. Maurya sülaləsinin Makedoniyalara qarşı mübarizəsinin başlanması eradan əvvəl 4-cü əsrin ikinci yarısıdır. Bu da həmin aralığa düşür. Pelusiya döyüşünün baş verməsi eradan əvvəl 525-ci il, bu da düşür. Böyük Hun dövlətinin parçalanması isə eradan əvvəl 58-ci il. Bu hadisə Hindistanda vahid dövlətin yaranmasından sonraki dövrə düşür. Yəni eradan əvvəl 3-cü əsrin ikinci yarısında baş vermişdi Hindistanda vahid dövlətin yaranması. Böyük Hun dövlətinin parçalanması isə eradan əvvəl 1-ci minilliyin ortalarına təsadüf edir. Düzgün cavabımız Y variantı. Uyğunsuzluğu müəyyən edirik. Təqvim yaratmışdı Misirlilər, doğrudur. 60-lıq hesablama sistemindən istifadə etmişdi Şumerlilər, doğrudur. İli 365 günə bölürdü Misirlilər, doğrudur. Dairəni 360 dərəcəyə bölürdü Misirlilər, yanlışdır. Düzgün cavabımız elə uyğunsuzluq olan D variantıdır. Bürcülərin qrafikini tərtib etmişdi Şumerlər, bu da doğru fikirdir. Eradan əvvəl 2-ci minillikdə Misirin paytaxtına çevrilmiş şəhər Fiv şəhəri, C variantı düzgün cavabımızdır. Amma Misirdə vahid dövlət yarananda paytaxt olmuşdu Memfis, ilk paytaxtı. Sonradan 2-ci minillikdə Fivə köçürülür. 4-cü əsrdə isə Makedoniyalı İskəndər İskəndəriyə şəhərini saldırır və sonradan da paytaxt İskəndəriyə şəhərinə köçürülmüşdür. Uyğunluğu müəyyən edirik. Sin sülaləsi və Han sülaləsi. Teoman Tanu ilə Pinçe müqaviləsinin imzalanması. Teoman yox, burada Mete Tanu olmalıydı. A-nı heç birinə götürmürük. A olan variantları çıxırıq. Çinin cənub ərazilərinə Hunların nəzarət altına keçməsi. Cənub yox, şimal əraziləri keçmişdi. B variantında çıxırıq. Çinin, Böyük Çin səddinin inşa edilməsi ilə Hunların hücumlarına son qoyuldu. Bu da yanlış fikirdir. Çünki Hunların hücumlarının qarşısını ala bilməmişdi Böyük Çin səddi. Vyetnam və Koreyada bəzi ərazilər işğal edən Xan sülaləsi idi. 221-ci ildə isə, eradan əvvəl 221-ci ildə hakimiyyətə gələn isə Sin sülaləsi olmuşdu. Düzgün cavabımız Y variantı. Hadisə və nəticə əlaqəsinin düzgün verilmədiyi variantı müəyyən edin. Eradan əvvəl 525-ci ildə Əhəmənilərin Misirə hücumu, Pelusiya döyüşünündə Misirlilərin məğlub olması doğrudur. Nəyi soruşur bizdən? Verilmədi. Yanlışı seçməliyik. Birinci Tutmosun işğalları Misirin şərq sərhədləri Fərat çayına qədər çatdı. Şərq sözü yanlışdır. Şimal sərhədləri çatmışdı. İkinci Ramzesin Hetlərlə mübarizəsi Cənubi Suriya Misirlərin hakimiyyəti altında qaldı. Doğrudur. Yuxarı Misir, aşağı Misir padşahlıqları arasında mübarizə vahid dövlətin yaranması doğrudur. Eradan əvvəl 1-ci minilliyin əvvəllərində vahid Misir dövlətinin zəifləməsi və eradan əvvəl 4-cü minilliyin sonlarında yaranmış vahid dövlətin parçalanması, bu da doğru fikirdir. Verilən məlumatlardan neçəsi doğrudur? Misirdə papirus üzərində yazırdılar, doğrudur. Çində bambuk üzərində yazırdılar, doğrudur. Hindistanda palma yarpaqları üzərində yazırdılar, doğrudur. Misirdə papirusdan hazırlanan vərəqlər baha olduğu üçün bambuk üzərində yazırdılar, bu yanlış fikirdir. Və Çində imperatorun fərmanları ipək parça üzərində yazılırdı, bu da doğrudur. Deməli 5 fikirdən 4-ü doğrudur.
Sarsarıqlar üsyanının başlamasından neçə il əvvəl Çinlilər Hunlara xərac verməyə məcbur olduğu müqavilə imzalandı. Biri baş vermişdi bizim eranın 184-cü ilində, digəri isə eradan əvvəl 200-cü ildə baş vermişdi. Deməli, biri bizim eradan əvvəl, biri bizim eradadsa 200 ilə 184-ü toplamalıyıq və cavabımız eləyir 384 il. Düzgün cavabımız D variantıdır. Böyük İpək yolu ilə bağlı verilən məlumatlardan neçəsi doğrudur? Xan sülaləsi dövründə eradan əvvəl 2-ci minillikdə salınmışdır. Minillik sözü yanlışdır, əsrdədir. Çinli sənətkarların hazırladığı müxtəlif məhsullar bu yolla dünyaya satılırdı, doğrudur. Sin sülaləsi dövründə salınmışdı, yanlışdır. Xan sülaləsi dövründə salınmışdı. Sin hökmdarları böyük gəlir gətirən bu yolun əhəmiyyətini anlayaraq onu daim nəzarətdə saxlamağa çalışırdılar. Bu da yenə yanlışdır, çünki Sin yox, Xan sülaləsinin dövründə idi bu hadisələr və bu yol İspaniyaya qədər uzanırdı. Bu da doğru fikirdir. Deməli, bizim 2 doğru fikrimiz oldu. Düzgün cavab B variantı. Hansı hadisələrin yerini dəyişsə xronoloji ardıcıllıq bərpa olunar? Çinin 36 vilayətə bölünməsi eradan əvvəl 221-ci il Sin sülaləsinin dövründə baş vermişdi. Sin Şuxuandinin hakimiyyətə gəlməsi, təbii ki, Sin Şuxuandinin hakimiyyətə gəlir. Bundan sonra ölkəni 36 vilayətə bölür. Yəni, Sin Şuxuandinin fəaliyyətinə aiddir bu hadisə. Deməli, biz elə 1 ilə 2-nin yerini dəyişməliyik ki, xronoloji ardıcıllıq düz olsun. Digərlərinə də baxaq. Xan sülaləsi hakimiyyətə gəldi. Doğrudur. Ardıcıllıq yəni qorunur. Qırmızı sarıqlar üsyanı Xan sülaləsinin dövründə bizim eranın 1-ci əsrində olmuşdu. Çində vahid dövlətin parçalanması isə bizim eranın 3-cü əsrində olmuşdu. Burada da yenə ardıcıllıq gözlənilmişdi. Hindistanda Buddizm dini yarandığı əsrdə bir əsr əvvəl Babilə aid olan hadisəni müəyyən edin. Buddizm dini Hindistanda yaranmışdı eradan əvvəl 6-cı əsr. Babildə, yəni bir əsr əvvəl, eradan əvvəl 7-ci əsri nəzərdə tutur. 7-ci əsrdə Babilə aid olan hadisə ikinci yüksəlişi dövrüdür. İki çay arasında qüdrətli dövlətə çevrilir. Düzgün cavab elə olacaqdır. C variantı. Digərlərinə də baxaq. Hammurapinin hakimiyyəti eradan əvvəl 2-ci minillikdir. 282 maddədən ibarət qanunlar toplusu yenə Hammurapinin hakimiyyətinə aiddir, 2-ci minilliyə aiddir. Pelusiya döyüşünün baş verməsi bu Babil dövlətinin tarixinə yox, aiddir. Əhəmənilər və Misir tarixinə aiddir. Midiya tərəfindən süquta uğramışdı və bu da Midiya tərəfindən süquta uğratılması Babilin eradan əvvəl 539-cu ilə təsadüf eləyir. Bu isə Midiya yox, Əhəməni dövlətinin tarixinə aid hadisədir. İkinci Kir etmişdi bunu və həm də Buddizm dininin yaranmasından bir əsr əvvəlki hadisə deyil. Elə Buddizmin dininin yarandığı əsrə aid hadisədir. Ona görə yeni də götürə bilmərik. Uyğunluğu müəyyən edirik. Anum, Amon, göy tanrı. Misirdə baş tanrı Amon idi, A2-yə aiddir. Şumerdə baş tanrı Anum idi və Hunlarda da göy tanrıya inanırdılar. Düzgün cavab deməli D, A, C, A variantı düzgün cavabımızdır. Xronoloji ardıcıllığı müəyyən edirik. Pelusiya döyüşü eradan əvvəl 525, Kadeş müqaviləsinin imzalanması eradan əvvəl 1286-cı il, Hammurapinin hakimiyyətə gəlməsi eradan əvvəl 1792-ci ildə hakimiyyətə gəlmişdi. Teoman Tanhu'nun hakimiyyətdən getməsi eradan əvvəl 209-cu ildə hakimiyyətdən getmişdi. Ardıcıllıqla düzəndə çoxdan aza doğru düzürük. Hamısı eradan əvvəldir. Ardıcıllığımız olacaqdır. Birinci 3, Hammurapinin hakimiyyətə gəlməsi 1792, Kadeş 1286, Pelusiya eradan əvvəl 525 və Teoman Tanhu'da 209 dedik və hamısı eradan əvvəl bu hadisələr 3, 2, 1 və 4 düzgün cavabımız B variantı oldu. Eyler-Venn diaqramını tamamlayırıq. Eyler-Venn diaqramında Çiçi Tanhu və Mehdi Tanhunu müqayisə ediblər. Burada 1 olmalıdır, düşməyibdir, onu qeyd eləyək biz. Çinə qarşı
mübarizə aparmaq. A ortaq cəhətdə hər ikisində olmuşdu. Hərbi islahat keçirmişdi. Mete Tanhu B-ni 2-yə yazırıq və eradan əvvəl 3-cü, 2-ci minillikdə hakimiyyətdə olmuşdu. Minillik sözü yanlışdır. C-ni ümumiyyətlə heç birinə götürmürük. Və Monqol və Tibet tayfalarını tabe edən Mete Tanhu olmuşdu. D-2-yə aid. Eradan əvvəl 1-ci əsrdə hakimiyyətdə olan isə Çiçi Tanhu olmuşdu. Deməli, bizim düzgün cavabımız 1-ə Y, 2-yə B, D və 3-ə də A, C variantı düzgün cavabımız oldu. Xəritədə göstərilmiş Şərqi Aralıq dənizi ölkələrinin Misir tərəfindən işğal edildiyi minilliyə aid olmayan hadisəni seçin. Olmayan hadisə və Şərqi Aralıq dənizi ölkələri Suriya, Fələstin, Finikiya eradan əvvəl 2-ci minillikdə Misir tərəfindən işğal olunmuşdu. Yəni biz elə hadisə seçməliyik ki, eradan əvvəl 2-ci minilliyə aid olmasın. Misirin ən qüdrətli dövrlərindən birini yaşaması doğrudur. Çində ilk dövlətlərin meydana gəlməsi bəli eradan əvvəl 2-ci minillikdir. Hindistanda dəmir emalı eradan əvvəl 11-ci əsr, yəni bu da 2-ci minilliyin sonuna düşür, bu da aiddir. Hindistanda ilk siyasi birliklərin meydana gəlməsi də eradan əvvəl 2-ci minillikdir. Tarixin ilk imperiyası deyirsə, bu artıq olacaq eradan əvvəl 3-cü minillik, yəni eradan əvvəl 22-ci əsrin əvvəlində süquta uğrayıbsa, bu 3-cü minilliyin ikinci yarısına və yaxud da sonlarına düşür. Qırmızı qaşlılar üsyanından fərqli olaraq sarı sarıqlar üsyanı Çırran qardaşları rəhbərlik etmişdi. Fərqli cəhət elə bu olacaq. Digərlərinə də baxaq. Eradan əvvəl 2-ci əsrdə baş vermişdir. Qırmızı qaşlılar üsyanından fərqli olaraq sarı sarıqlar üsyanı. Eradan əvvəl yox, bizim eradadır 2-ci əsrdə. Qalib gəlmişdir, xeyr, məğlub olmuşdu. Məğlub olmuşdur, bu fərqli cəhət deyil. Həm qırmızı qaşlılar məğlub, həm sarı sarıqlar. 30 ildən artıq davam etmişdi, bu da yanlışdır. Çünki 30 ildən yox, 20 ildən artıq, 20 ilə yaxın davam etmişdi. Və Çırran qardaşları rəhbərlik edirdi. Bu da sarı sarıqlara aid fərqləndirici xüsusiyyətdir. Bəli, yeni götürürük. Tarixin ilk imperiyasını süquta uğratmışdı Kutilər. Düzgün cavabımız C variantı. Heroqlif yazının yaratmaları hansı xalqların oxşarlığıdır? Heroqlif yazıdan istifadə etmişdi Misirlilər, Çinlilər və bir də Mannalılar heroqlif yazıdan istifadə etmişdilər. Yeri gəlmişkən Mannadakı heroqlif yazı nümunəsi yerli yazı nümunəsi hesab olunur. Ona görə də heroqlif yazı yaratmaları hansı xalqların oxşarlığıdır deyə bir test hazırlanıb, test tərtib olunur bu vəsaitdə. Eradan əvvəl 6-cı əsrdə Əhəmənilərin hücumuna məruz qalmışdı. Eradan əvvəl 6-cı əsr, yəni 525-ci ildə məsələn Misiri götürə bilərik və həmçinin qədim Hindistana da Əhəmənilər hücum ediblər, şimal-qərbini tuturlar və 20-ci satraplığa daxil olmuşdu bu ərazilər. Düzgün cavab elə A variantıdır. Əhəmənilərin hücumuna hər iki dövlət, həm Misir, həm qədim Hindistan məruz qalmışdı. Uyğunluğu müəyyən edirik. Çin mədəniyyəti, Hindistan mədəniyyəti, Şumer mədəniyyəti. Dağlar və dənizlər haqqında kitab aiddir Çin mədəniyyətinə və 0 rəqəmini kəşf etmişdi Hindistanlılar. Zikuratlar inşa edirdilər Şumerlər. Sadə və rahat 10 rəqəmli hesab qaydasını ixtira etmişdilər. 10 rəqəmli hesab qaydasını ixtira etmişdi Hindistanlılar və Konfutsi təlimi isə Çində yaranmışdı. 1-ə A-Y, 2-yə B-D, 3-ə də C düzgün cavabımız olur A variantı.